arasında belə bir müqayisə gedir. Bəli, ki toyuq yuyulmaz. Amma əslində həqiqətən də toyuq yuyulmaz. Çünki bunun tərkibində elə bir mikrob var ki, məsələn buna bıçaq dəydi, əgər yuyulursa onun mikrobu bütün yayılır. Daha insanlar mən onu yuyuram o da mənim fartuğuma. Salmonella bir bakteriya var, o bir ağır bakteriya. O da o yaşlı adama deyir yolxanda çətin sağalır. Yenə cavan uşaq tez sağalır. Məsəl üçün ürək bulanmalar olur, yəni bağırsaqda ağrılar olur. Yəni çox pisdir də, yəni onun fəsadları yaxşı deyil, amma o ilə bərabər biz onu yuyuruq. Amma yuyulmalı deyil qanunla, toyuq yuyulmalı deyil. O elə necə deyərlər belə, o qızardanda bütün o bakteriyalar ölür. Duxovkaya girəndə bakteriya ölür, manqalda közərəndə kabab olunanda bakteriya ölür. Amma məsəl üçün nətər yumaya bilmərik, bax bunu. Düzdür, mənim özümə də ziyandır. Mən bunu yuyuramsa, mən bir də bunun bıçağın salata vurmaq olmaz. Bunun toyuq dəyən taxtalar, əgər mən bunu yumuşamsa, bunu taxtada doğrayıramsa, nidayıq o başqa bir taxtaya, yəni biraz yuyulmalıdır. O taxtada başqa bir ərzaq, başqa bir produkt doğranmalı deyil. Yəni mikrob yayılır axı. O tərəvəzə də keçir, produktlara da keçir, olmaz. O sırf toyuğa aiddir, yoxsa? Bəli, toyuğa. Toyuğa aiddir. Bəli, toyuğu yumazdır. Göbələyi də deyirik hələ yumazlar. Amma indi mən necə yumayım bunu? Bax, görün nə gündür. Amma göbələk yuyulmağı vacib yox, deməz. qaynadan da ölmür. Ancaq pişəndə ölür. Müəllimə, göbələyin yuyulmağı amma vacibdir toyuğa baxanda. Hə, bəli, göbələyin yuyulmağı vacibdir. O da bir sözünüzə ötəri. Amma toyuq, həqiqətən də toyuq yuyulmalı deyil. Amma qanuna baxanı toyuq yuyulmalı deyil. Çünki onu dərindən indi inşallah getdikcə təcrübə atacaq sözündə bizi kimi. Yəni biz hələ mən o vaxtı görürdüm ki, işləyəndə Rus kuxnasında gördüm toyuq gəlirdi, cıvarasınca tap atdılar suyun içinə. Öz-özümə dedim ki, nəcə bunu yumurlarsa, dedi ki, toyuğu yumaq olmaz. Başa saldı, mən də siz kimi təzə bir tələbə idim və orada praktika dedim. Başa saldılar ki, toyuğu yumaq olmaz. Toyuqda mikroblar var. Toyuğa su dəyəndə onun dərisindən mikroblar yayılır. Dərisini soyulmaz. Ümumi belə dərini soyulur. Soyuruq seram. Bu yəni broiler nəsə fərqi yoxdur, yəni İstər kənd toyuğu, istər şəhər toyuğu, mikrob var. Onda o salmonella mikrobu var. Bakteriyası var. Broilerlə əlaqəsi. Xeyr, yoxdur. Onun bakteriyası. Yəni şəhətdə mən onu deyək ki, kəsdim, onu məcburan suya salam, onu təmizləyəm. Bəli. Gözlərim, mən deyirəm ki, yumaq olmaz, mən yuyuram. Bunu mən necə yumaya bilmərəm, bax. Şefim, yuyaq yoxsa yox? Yuyucuq. Amma yəni qanuna yuyulmalıdır. Bu broileri aparat təmizləyir. Məsələn, həyətdə kəsdin, o məcbur suya salıb ıslatmalısan, axı 2 gün yolmaq. Elə bu çubuğu da içiyor.